dəfə Bakı sakinlərindən Azərbaycan seriallarından hansıları izləyirsiniz sualı ilə yanaşaraq onların fikirlərini öyrənməyə çalışdıq. Ekranlarda aparıcılarımız səviyyəsiz, sözün əsl mənasında səriştəsi olmayan, intellekti olmayan, tarixi bilməyən, ancaq hır, mır, zır, bax belə şou yaradan aparıcılardır. Onlar bilmirlər. Onlar o sözün əsl mənasında toy müğənnilərini yığırlar ora. Xeyir olsun toy müğənniləri. Ora sənətkarlar lazımdır. Sənətkar sözün əsl mənasında. O üzr istəyirəm bu hacının altından çıxıb bu hacının altına girən yüzlərlə şortları çıxardırlar. Adam əsəbləşir, baxa bilmir. Mənim bu ikinci ərimdir, qanunsuz ərimdir, nicahım ərimdir. İstəsəm 8 dəfərə gedərəm, istəsəm 15 dəfərə gedərəm. Bu qancıqları üzr istəyirəm ifadəmi. Niyə çıxardınız səfərə? Çaqqallar, şərəfsizlər. Adam bilmir, dövlətin o qədər problemi var, xalqın problemi var, millətin problemi var, təhsil problemi var, səhiyyə problemi var, aptek problemi var, dərmanlar problemi var. Bunların hamısının bəyəmləri ekran həll eləməlidir. Ekran dövlətin dilidir, millətin dilidir, xalqın dilidir. Bunları ekranı çıxartmaq lazımdır. Bu şortuları çıxardırsınız ora, bir-biri ilə gəh vuruşurlar, savaşırlar. Biri meydan oxuyurlar, villaları ilə, meydan oxuyurlar maşınların bahalısı ilə, meydan oxuyurlar maşınların nömrəsinin bahalısı ilə. Bilirik də, bu şərəfsizlər görməmişlərin əlinə ki, pul düşdü, büdcəni dağıtdılar, milyonları var, bu qancıqlar üçün xərcləyirlər də, onlar üçün meydan yaradırlar, efirlərdə reklam edirlər bunları. Bunları gərək nəzarət lazımdır. Sovetin vaxtında belə küçə adamlarını ekrana bıraxarlardı. Qətiyyən mümkün deyildi, mümkün. Senzura var idi, baxırdılar. Senzura nə idi? Ləyaqətli adamları, təmiz adamları. Yəni millətə, xalqa xeyir verən, onların problemini həll edən insanları dəvət eləyirlərdi. Bu nədir bura? Nədir bura? Zənənə hamamdır, nədir? Bu şortu müğənnilərdir toyda. Vururlar Moskvadan, Rusiyadan, hər yerdən pul qazanırlar, gəlirlər, özlərini reklam eləyirlər. Nə tərbiyələri var, nə qanacaqları var, nə onların şərəfi var, nə ləyaqəti var. Üzr istəyirəm sizdən. Bunların ancaq nədir? Hacı axtarmaq, hacı tanımaq və bir də toylarda ortalıqda meymunluq eləyib pul qazanmaq. Bunları ekrana çıxartmaq ayıbdır axı. Ayıbdır. 1000 dəfə deyirəm ayıbdır. Ayıb olsun. Ayıb olsun o televizyon kanalında oturan o şərəfsizlərə. Ağır olsun o televizor şirkətinə nəzarət eləyənlərə. Çox pis. Demək olar ki, heç vaxt görünməmiş bir şeydir. Bilirsiniz, səhnədə o qədər yəni istedadı olmayan aparıcılarımız var, istedadı olmayan jurnalistlərimiz var. Jurnalistlərin suallarının başı bilinir, ayağı bilinmir, mənasız olur. Həm də aparıcılar demək olar ki, çağırdıqları qonaqlarına da imkan vermirlər o gələn qonaqlar danışsın. O sizin üçüncü sözünüzün də qüvvəti demək istəyirəm ki, vallahi qadının ən gözəlliyi onun təbiiliyidir. Bugün qadınlarımız əgər dodağını şişizdirir, göz qaşlarını düzəltir, demirəm, gözəllik lazımdır, estetik də lazımdır. Amma ən azından məcarasından çıxmasın, əndənazasından çıxmasın. Çünki biz müsəlman ölkəsində yaşayırıq. Bizim qadınlarımızda olan gözəllik bəlkə də çox ölkələrin qadınlarında yoxdur. Onlar kiçik məsələdir, onlar barədə düşünmək heç ehtiyac yoxdur. Böyük məsələlər var, problemlər var. Necə olacaq? Pis olacaq. Zövqünüzü körlüyür. Hə, işte, təbii. O insanları bəyənmirəm. Hərə bir cürddə öz xoşlarını özləri bilər. Kim necə istəyir, elə də istifadə edir. Kimsə xoşlayır, kimsə xoşlamır. Məsələn, Sovet dönəmi ilə müqayisədə Sovet dönəmində elə bir şey yox idi axı. İndi var. İndi çox müqayisəyə gələndə çox müqayisələri eləmək olar. Bütçədən filmlərin çəkilməsi üçün müəyyən məbləğdə pullar ayrılır. Sizcə Azərbaycanda niyə görə keyfiyyətli kinolar çəkilmir? Hanım, mən sizə deyim də, cənab prezident hər il büdcədən milyonlarla pul ayrılır yaxşı film çəkməyə. Cənab prezidentin dünya səviyyəsində ən qədər problemləri var, ən qədər işi var. Bu bilirsinizmi? Pul ayrılır, o pul şərəfsiz adamların əlinə düşür, quldurların əlinə düşür.
sənətsel səriştəsi olmayan adamların əlinə düşür. Onlar bədii film yaratmaq əvəzinə, gözəl dünyayı Azərbaycan təqdim əvəzinə oturur, məhəllədən bəhs eləyən cızmaqara çəkirlər, heç çəkmirlər. Elə açıq-açığına yeyirlər pulu. Pulu yeyirlər açıq-açığına. Məmurlar şərəfsizdilər, məmurlar oğrudular, quldurdular, quldur. Əli Baba tacirləri soyurdu, varlıları soyurdu. O haramilər yolda duranlar, o quldurlar, varlı adamları soyurdular, şahların, xanların karvanını soyurdular. Bunlar xalqı, milləti soyurdular. Bunlar şərəfsiz adamlardır. Bunlara vəzifə yox. Bunların hamısı həbs olunmalı və bunlara cinayət iş açılmalıdır. Deyirlər, az pul verirlər filmi çəkməyə ona görə. Yəqin təşkilatçılıq yaxşı səviyyədə deyillər. Siz bilirsiniz ki, bizim sənətimiz elədir ki, səhər-səhər hamı ilə biz işə gəlirik. Yəni teatra, məşqə gəlirik. Axşam hamı evinə gedib istirahət eləyəndə biz təzədən işə gəlirik. Yəni tamaşa oynayırıq. Ona görə çox az olur ki, mən məsələn evdə axşamlar oluram. Əsasən mənim izlədiyim deməli verilişlər, məsələn türk seriyalarıdır, Rusiyan deməli kultura kanalıdır. Əsas mən bunlara baxıram, müəyyən maraqlı verilişlərə. Amma Azərbaycanda bilirsiniz o ataların bir sözü var, deyir ki, çörəyi ver çörəkçiyə, ikisini də onun da yüzünü də üstəlik. Azərbaycanda səriştəsiz insanlara verirlər, deməli telekanalları, seriallar çəkirlər. Boş-boşdur, ancaq elə oturur, o danışır, ona verir sözü, bu danışır, ona verir, bu danışır. Serialda, filmdə söz olmamalıdır. Orada əsas hadisələr olmalıdır. Məsələn, götürək Charlie Chaplin'in bütün filmlərində heç birində söz yoxdur. Amma insanlar necə dəhşətlə, qeyri-adi, deməli həvəslə, istəklə onları izləyirdilər. Çünki orada hadisə var idi, problemlər var idi. İnsanlar o hadisələrin problemləri izləyirdi. Sözü yox. Burada isə ancaq elə dialoqlar üstündə qurulurlar. Görürsən, səriştəsiz bir nəfər deyək ki, yazır bir dənə ssenari, gətirir, verir. O aktyor əzbərləyir sözünü deyir, aktris əzbərləyir sözünü deyir. Bax, belə, ona görə maraqsızdır. Osman Quruluş. Azərbaycanda Heç birisindən baxmıram. Xəyanətə baxmırdın, axşam Osman kinosuna baxmırdın, Türk kinosuna. Ürək çıxmazına baxıram. İctimai kanaldadır. Xoşlamıram. Azərbaycan seriallarına baxmıram. Amma çox istəyərdim ki, Azərbaycanda daha çox tarixi seriallar çəkilsin. Birincisi bu. Çünki bizim tariximizin çox zəngin tariximiz var. Həm də nədənsə kino fəaliyyəti bugünkü gündə kino çox zəifdir. Yaxşı, dəyərli filmlər çəkilmir. Həm də istəyərdim ki, daha çox bu şəhidlərimizdən çəkilərdi. Şəhidlərimizin qəhrəmanlıqlarından, onların keçdikləri həyat yolundan. Bu başqa aktyorlar onları səsləndirsin. Amma şəhidlərin tarihi haqqında çəkilən kinolar mənə elə gəlir daha gözəl olar. Həm də onların valideynlərinə bir növ təsəlli olardı. Amma daha çox tarixi kinolara, tarixi seriallara mən yer verirəm. Bütün kinolara baxıram. Əqəb mövsümü yaxşıdır çox. Əziz və dəyərli Kanal 13 izləyiciləri, bizi izlədiyiniz üçün təşəkkür edirik. Videonu bəyənib paylaşmağı, kanala isə abunə olmağı unutmayın.